İnsanlar hamı birbirine qardaş ola bilər, dost ola bilər. Onların da hamısına bais onların ürəyində olan ehsaslardır, məhəbbətlərdir, qanların çəkimidir. Odur ki, bizim şairimiz Azərbaycanın xalq şairi Zəlimxana Mənsubu Tanrıdan uzun can sağlığı, uzun ömür can sağlığı arz edirəm. O da yazıb ki, yer göyü, dağ dağı, daş daşı sevdi. Tanrı naxış vurub nəqqaşı sevdi. Göz gözə boylanıb qaş qaşı sevdi. Biz niyə sevməyək bir-birimizi? Biz sevinci bizim yerə gəldik. Ulduzlar çayrışıp göz vurur aya. Kulağlar çağlayıp tökülür çaya. Sevenler gelirse her an dünyaya. Biz niye sevmeyek birbirimizi? Çəmənlər torpağa xalı çəkirsə, xalıda yaşılı alı çəkirsə, alı çiçəklərdən balı çəkirsə, biz niyə sevməyək bir-birimizi? Biz niye sevmeyeceğiz?